Hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi. Bildiyiniz kimi artıq sertifikasiya imtahanlarına sayılı günlər qalıbdır. Mən də bir müəllim olaraq sizlərə dəstək məqsədi ilə bir neçə ən vacib mövzu üzrə testlər var ki, onların izahını paylaşmağı düşündüm və ümid edirəm ki, sizin üçün də faydalı olacaq. Əgər faydalı olarsa YouTube kanalıma abunə olun ki, həmin kanalda tez-tez belə faydalı testlər, izahlar paylaşılacaq. Yallah, başlayaq müəllimlər. Deməli, birinci sualımıza baxırıq. Birinci sual. Frank imperiyasının süqutunun daxili və xarici səbəblərini qruplaşdırın və bu səbəblərin imperiyanın tənəzzülündəki rolunu ümumiləşdirərək öz sözlərinizlə izah edin. Dəyərli müəllimlər, burada nəyi soruşur? İdraki sahənin mərhələsini və biliyin növünü deyir müəyyənləşdirin. Şagird əgər bir məsələdə qruplaşdırma apara bilirsə, ümumiləşdirmə apara bilirsə, öz sözlərlə izah edə biləcəksə, deməli verilmiş bu problemi, bu məsələni, bu konsepti bu şagird anlamaq mərhələsindədir. Anlayan uşaq, anlayan şagird bunları eləyəcək. Anlamaq, konseptual bilik götürəcəksiniz müəllimlər. Konseptual bilik müəllim niyə götürdük? Çünki konseptual bilik özü elə bir şeyi anlamaq, dərk eləmək, başa düşməkdir. Aydındırmı? Baxaq ikinci sualımıza. Sual 2. Summativ qiymətləndirmənin məqsədi nədir? Baxaq, variantlar bir-birinə yaxın ola bilər, bir-birinə yaxın ifadələr ola bilər, son dərəcə diqqətli olacağıq. A bəndinə baxaq. Şagirdin potensialını üzə çıxarmaq, inkişaf etdirmək. İnkişaf etdirmək formativin işidir. Ona görə götürməyəcəksiniz. Şagirdin psixoloji vəziyyətini öyrənməyə yardım edir. Diaqnostikdən söhbət gedir. Burada. Sonra. Şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək və kəmiyyətlə ifadə etmək. Bəli, şagirdin nailiyyət səviyyəsini qiymətləndiririk və kəmiyyətlə ifadə edirik. Yəni, rəqəmlə jurnala yazılan qiymət summativdir. Məqsəd də nədir? Şagirdin nailiyyət səviyyəsini ölçməkdən gedir söhbət. Variantımız C bəndi olacaq. Digərlərinə də baxaq. Şagirdin ilkin bilik bacarıq səviyyəsini qiymətləndirmək, kəmiyyətlə ifadə etmək. Burada da var. Müəllim, burada da kəmiyyət var idi. Xeyr, götürməyəcəksiniz. Nəyə görə? Əvvəlinə baxın, şagirdin ilkin bilik bacarıq səviyyəsini qiymətləndirmək. Söhbət burada diaqnostikdən gedir. Təlimi effektiv təşkil etməyə kömək etmək yenə diaqnostikdən gedir. Çünki diaqnostik qiymətləndirmə çevik dəyişikliklər eləyə bilir, təlimi effektiv təşkil etməyimizə kömək edir. Bizə lazım idi summativin məqsədi, o da C bəndindədir. Üçüncü suala baxırıq. Müəllim şagirdlərə Birinci Dünya müharibəsinin başlama səbəbləri ilə bağlı 2 dənə fərqli məqalə təqdim edir. Şagirdlərdən məqalələrdəki fikirləri müqayisə etmək istəyirəm. Müəlliflərin mövqelərini müəyyənləşdirmək istəyirəm və hansı məqalənin daha etibarlı olduğunu əsaslandırmağını istəyirəm. Verilmiş nümunədə də idraki sahənin mərhələsini müəyyənləşdirin. Dəyərli müəllimlər, bu tipli situasiyalarda, suallarda çaşmaq olmaz. Çünki əsaslandırmaq sözünü siz anlamaqda da, dəyərləndirməkdə də, təhlil mərhələsində də görə biləcəksiniz. Müəllim, bu sözə görə bunu götürmək olarmı? Xeyr, götürmək olmaz. Son dərəcə diqqətli olacaqsınız. Testdə durun, kənardan baxın. Test sizdən bir incələmə istəyir, bir təhlil istəyir. Diqqətli olun ki, şagird burada nə edir? Şagird burada öz mövqeyini bildirmir ki. Şagird burada müəlliflərin mövqeyini müəyyənləşdirəcək. Və hansı məqalənin daha etibarlı olduğunu əsaslandıracaqsa, bir təhlil işi görür burada şagird. Təhlil eləməlidir burada. Variantımız təhlil mərhələsi olacaq müəllimlər. Təhlil etmək. Bir də, açar məqamınız nədir təhlil mərhələsində? Baxacaqsınız, verilənlər içərisindən daha vacib olanı, daha etibarlı olanı, əsas olanı, ən vacib olanı seçmək, müəyyənləşdirmək, bu zamanda təhlil götürəcəksiniz. Başqasının mövqeyini müəyyənləşdirmək təhlildir müəllimlər, yadda qalsın. Baxırıq 4-cü sualımıza. Müəllim bu iş üsulundan istifadə etməklə şagirdlərin, bax bu sinifdəki bu şagirdlərin bildikləri arasında nə dərəcədə düzgün əlaqə yarada bilib-bilmədiklərini yoxlamağa çalışır. Söhbət hansı iş üsulundan gedir? İş üsulunu müəyyənləşdirin. İş üsulumuzun adı anlayışın çıxarılmasıdır müəllimlər. Anlayışın çıxarılması. İl ərzində iş üsullarını yaxşıca öyrənmisinizsə, bəli, bu tipli cümlə veriləndə rahatlıqla bunu seçə biləcəksiniz. 5-ci sualımıza baxırıq.
Cəlil Məmmədquluzadənin Poçt qutusu hekayəsini oxuyun. Hekayədə yazıçını düşündürən, narahat edən başlıca problem sizcə nədir? Sizcə nə ola bilər? Müəllif həmin problemi həllini nədə görür? Verilmiş tapşırıqda idraki sahənin bir mərhələsini müəyyənləşdir. Bax, suala baxanda çaşmayaq. Sual bu şəkildədir. Nə demək istəyir görəsən? İdrak nədir? İdrak dərk etmə. Dərk etmənin mərhələsini soruşur ki, şagird dərk etmə baxımından hansı mərhələdədir? Şagird Poçt qutusu hekayəsini oxuyacaq. Hekayədə yazıçını düşündürən, narahat edən, başlıca problemi müəyyənləşdirə biləcəksə, söhbət burada təhlil etməkdən gedir. Bu məsələni uşaq təhlil edəcək. Müəllif həmin problemin həllini nədə görür? Söhbət burada müəllifin fikrindən danışacağıq. Müəllifi narahat edən problemlərdən danışacağıqsa, təhlil etməkdən gedir söhbət müəllimlər. Yadda qalsın. 5 dənə sualın izahını verdim. Ümid edirəm ki, sizlər üçün faydalı oldu müəllimlər. Bu tipli izahların davamı üçün testlərdən bolca məlumatlı və olmaq istəyirsinizsə müəllimlər, YouTube kanalıma abunə olmağınız kifayət dəyərli müəllimlər. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.